İlahiyyatçı Tural İrfanın sözlərinə görə, İslam dinində oruc da daxil olmaqla ibadətlər həddi-buluq yaşından sonra vacib sayılır. Həddi-buluq çağı da müxtəlif ərazilərə, müxtəlif coğrafiyalara görə, fərqli yaşlara təvafüq etdiyinə görə Quran-ı Kərimdə və digər mənbələrdə konkret yaş göstərilmir. Bu, həm əqli yetkinlik, həm fizioloji yetkinlikdən söhbət gedir ki, uşaqlar o həddə çatanda artıq oruc onlara vacib olur ki, onlar həmin ibadətlərin zərurətindən doğan, ehtiyaclarından doğan suallara özləri cavab verə bilsinlər, o ibadətin hansı əməlin pozub-pozmadığını müstəqil şəkildə anlaya və qavraya bilmiş olsunlar. Quranın vəhiy məntiqi onu deyir ki, insanlar özlərini dərk etdikdən sonra, tam bu ibadətə hazır olduğunu qavradıqdan sonra, müstəqil şəkildə ibadətin mahiyyətini, zərurətini dərk etdikdən sonra artıq həmin uşaqlara da bu oruc vacib edilir. APA